Uyğunluq gözlənilmişdir. Fələstin və Suriyanı idarə etmək üçün canişinlər təyin edildi. Firon 3-cü Tutmosun hakimiyyəti illərində. Burada uyğunluq gözlənilibdir. Düzgün cavabımız bu olacaqdır. Digər variantlara baxaq. Misir Fironu 2-ci Ramzes Hetlərlə sülh müqaviləsi imzalamışdı. Eramızdan əvvəl 2-ci minilliyin birinci yarısında. Birinci yarısında yox, burada ikinci yarısı yazılmalı idi. Misir Makedoniyanın hakimiyyəti altına düşdü. Eradan əvvəl 4-cü əsrin yenə birinci yarısında yazılıbdı. Burada ikinci yarısı yazılmalı idi. Vahid Misir dövləti yarandı. Firon Xeopsun hakimiyyəti dövründə xeyr. Bu Xeopsa aid deyil. Köhnə dərsliklərdə bu Fironun Mina olduğu qeyd olunurdu. Eramızdan əvvəl 2-ci minillikdə qədim Misir dövlətinin paytaxtı köçürülmüşdür Fivdən Memfisə. Bu da yanlış yazılmışdır. Fivdən Memfisə yox, Memfisdən Fivə yazılmalı idi.